Əziz tamaşaçılar, media olaraq rayonumuzda həyata keçirilən abadlıq, quruculuq işlərini mütəmadi olaraq işıqlandırırıq. Təqdim etdiklərimizdən də aydın görünür ki, son zamanlar istər şəhər bələdiyyəsi, istərsə də bir neçə kənd bələdiyyəsinin fəaliyyətində xüsusi canlanma hiss olunur. Ötən reportajlarımızdan bir neçəsində Qaravəlli Bələdiyyəsinin həyata keçirdiyi işləri diqqətinizə çatdırmışdıq. Məlum olduğu kimi iyul-avqust aylarında 37 gün ərzində sözügedən bələdiyyə tərəfindən Qiyamədinli və Qaravəlli kəndi ərazisindən keçən mərkəzi və aralıq küçələrin genişlənməsi, hamarlanması, böyük çuxurların doldurulması və daş çınqılla örtülməsi işləri görülüb. Daha sonra Qaravəlli kəndi ərazisində müəyyən səbəblərdən bu işlər müvəqqəti dayandırılsa da, bir neçə gün öncə yenidən təmir işlərinə başlanılıb. Hazırda işlər davam edir. Bugünədək davam edən quruculuq işlərində ümumilikdə 26 kilometrdən artıq məsafəni əhatə edən yol yataqları bərpa olunub, yolun müəyyən hissəsinə çınqıl döşənib. Bundan əlavə, hər iki kəndin ərazisində küçələrin zibillərdən təmizlənməsi, ağacların budanması, Qiyamədinli kəndinin ərazisində əhalinin həyətyanı təsərrüfatlarının suvarılmasında istifadə etdiyi baxımsız qalmış arxın texnika vasitəsilə təmizlənməsi, tullantıların daşınması təşkil olunub. Kənddə avtomobillərin rahat gediş-gəlişi üçün keçidlərə iri ölçülü borular bastırılıb, eləcə də su keçidləri üçün köhnə borular yeniləri ilə əvəzlənib. Bununla yanaşı, adları çəkilən kəndlərdə uzun müddət işlək olmadığı üçün bərbad hala düşən yollar bərpa olunub, o cümlədən məzarlıqlara gedən hissələrə yol çəkilib. Şəxs sakini kimi mən deyim ki, bu indiki yeni bələdiyyəmiz hardasa 8 aydır, 9 aydır belə gəlib. Gəldiyi müddətdə hələ 1-2 ayda formalaşınca, özünə yer eləyincə biraz vaxt gedib, cəmi 3-4 aydır bu fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə gördüyü işlər bizi hələ ki qane edir. Problem qutarası deyil. Nə qədər insan var, yaşayış var, problem də var. Amma bu dəqiqə hal-hazırda heç bir problemimiz yoxdur. Əsas məsələ yol problemidir, su problemidir. Bunlar da hamısı həll olub, inşallah olacaq. Ayrı bizim çətinliyimiz yoxdur. Bunu deyə bilərəm. Narazı deyil, biz bələdiyyədən narazı deyil, razıyıq. Qaravəlli kəndi böyük kənddir. 750 evdən ibarətdir. 4000-ə yaxın əhalisi var. Gənc indi bələdiyyəmiz bizim üçün çox işlər görür. Bu görülən işlər təkcə bələdiyyənin işi deyil. Biz vergilər, kağızlar paylanıb hamıya, hamı vergisini bilir, nə qədər pul ödəməlidir bilir. Biz o vergilərimizi vaxtında ödəməliyik ki, bələdiyyədən də biz iş tələb eləyək. Şükür, az vaxt içərisində mən şahidəm ki, kimsəsiz ailələrə, imkanı olmayan ailələrə maddi və mənəvi dayaq durublar. Bugün də kəndin yollarını abadlaşdırırlar. Elə bir xırda aralıq yoxdur ki, ora texnika girilməsin. Bu da göz qabağındadır. Biz bələdiyyənin işindən çox razıyıq. Hələ bələdiyyə bizim üçün çox işlər görəcək. Bu az vaxt içərisində çox işlər görüb, artisan vurulub. Müəyyən kəndin girəcəyində kəndin emblemi göstərən tikilib saat gedir və gələcəkdə hələ artisan da vurulacaq və çox gözəl. Bizim bələdiyyədən heç bir narazımız yoxdur. Hamı bələdiyyənin işindən çox razıdır. Bugünkü günü mən bələdiyyəmizdən və kəndimizin cəmaatından çox razıyam ki, yəni birliyi var, hər şey normaldır. Bu bizim kəndin mədəniyyətidir, bu yol hərəkətləri, yol işləri. Burada bələdiyyəmiz çox işlər görür və görüləcək də. Yəni mən kəndimizin cəmaatından ona görə razıyam ki, birliyi çoxdur. Cəmaat bir-birinin arxasında durur. Bugünkü günü biz bələdiyyəmizə dəstək olmalıyıq ki, bələdiyyəmizdə yaxşı ürəkli iş görsün. Bələdiyyənin də planları var, bağça saldırmaq istəyir, başqa işlər gördürmək istəyir. Allah bələdiyyəmizin canı sağ eləsin, şəhidlərimizə Allah rəhmət eləsin ki, bugünkü günü bizim şəhidlərimizin hesabına bu azadlıq bizə verilir. Mənim özüm doğulduğum yer Hadrut rayonudur. Hadrut rayonunda doğulmuşam, amma 8 yaşımdan bu kənddə olmuşam. Bu kəndin mədəniyyəti mənim üçün çox böyük, önəmlidir. Bir sözlə, az zamanda bu qədər işin görülməsi və hələ də davam etməkdə olması göstərir ki, Qaravəlli Bələdiyyəsi cəmaatın etimadını doğruldur və görülən bu işlər ümumilikdə rayonumuzun abadlaşmasına, əhalinin məmnunluğunun artırılmasına xidmət edir. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası üçün.